İri şəhərlərin su təchizatının mətbuat xidməti Ceyhun Musaoğlu dövlət proqramı çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda ekoloji mühiti tamamilə dəyişəcək nəhəng infrastruktur layihəsi ilə bağlı görülən işləri əhatə edən qısa və statistik məlumatları əks etdirən paylaşım edib. Həmin paylaşma olduğu kimi diqqətinizə çatdırırıq. Dövlət proqramı çərçivəsində icra olunan nəhəng layihənin bir neçə cümləlik və bir şəkillik təqdimatı. Layihənin adı Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün su təmizləyici qurğuların tikintisi. Sifarişçisi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi. Layihə haqqında statistika. Kollektorun uzunluğu 23 km, tullantı su təmizləyici qurğuların məhsuldarlığı gün ərzində 100 min kub metr olacaq. Layihə Xocasən, Sulutəpə, Şonqar, Lökbatan, Yasamal, Badamdar, Bayıl, Bibiheybət massivlərini əhatə edəcək. Bu işlərin nəticəsində Bakı buxtasının Xocasən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti də yaxşılaşdırılacaq. İşlərin davamı olaraq dənizə diametri 1600 mm, uzunluğu 2,7 km olan metal borular quraşdırılacaq. Qurğunun ərazisində enerji mərkəzi tikiləcək, 6 kilovoltluq şəbəkə yaradılacaq. 2025-ci ildə başlayan işlərin 2028-ci ildə tamamlanması nəzərdə tutulur. Məlumatı verən isə İri şəhərlərin su təchizatının mətbuat katibi Ceyhun Musaoğludur.